Sağlam, Salam necəsiz qızlar, xanımlar? necəsiz? Günləri Bugün 20 Sumqayıta yanvarda İtman mağazasına gedirik. Əhmədlidə metroda oturdum və başladım kitab oxuma. Amma o qədər yuxum gəlirdi ki, gözlərimdən yaş axana qədər kitab oxudum. Baxaq görək bu kitabın aqibəti necə olacaq? Tamamlamaq qismət olacaqmı? 20 yanvardan çox asandır İtman mağazasına getmək. Bu arada bugün gözəl bir xanıma hədiyyə edəcəm. Amma bu videodan öncə o videonu paylaşdığım üçün artıq hədiyyə kimindir bilirsiniz. Metroda buradan çıxarkən həmən sol tərəfə dönürsüz. Göz haqqınızı halal eləyin. Burada şirniyyatlar var. Nərminə xanım məni səhər yeməyinə dəvət eləmişdi mağazada. Mən də onun nə sevdiyini bilmədiyim üçün həm şirin, həm duzlu bir şeylər alıb yoluma davam edirəm. Burada nə qədər gözəl olduğum üçün Allaha şükür edirəm. Bir dəfə baxaraq özümə. Buradan metrodan çıxanda çox diqqətli olun. Hər an sizi xırdalana da apara bilərlər. Bu avtobusları görəndə isə elə bilim doğma bir insan görürəm. Və ən öndə, yəni çıxmağa hazırlaşan avtobusa tərəf gedirəm. Burada artıq sevincimdən belə yerə göyə sığmıram, heyecanlanıram və kartımı vurub keçirəm marşruta. Həmişə qabaqda otururdum. Bu dəfə dedim gedim bu tərəfdə oturum ki, düşmək rahat olsun. Burada elə bil ki, kəndə gedirəm. O qədər özümlə veş götürmüşəm ki, yolda toxumağa bir-bir yerləşdirirəm. Yəni, avtobuslar da az idi. Yəni buna baxmayaraq yola çıxırlar. Bu çantamı hələ də tamamlamamışam. Gözləyirsə burada bir dənə telefon qəzası keçirtdim. Bir-bir çıxardıram ki, nələri toxuyacağam. Bunu da toxudum yolda. Bu arada bu gül battaniyə dediyimiz o qıraqları güllü olan adyaldır ya necəsə, artıq baxaq görək necə istifadə edəcəyik. O mənim skoçu gördünüz də, telefonu onun üstə qoyuram ki, yıxılmasın. Canlıda ən çox soruşulan telefonu necə saxlayırsınız ki, biz sizə rahat görürük, həm də yazılar oxuyursunuz. Yəni baxın ondan istifadə edirəm. Bu sapı, bunu özümlə götürməkdə məqsəd sapım qurtarır artıq. Birini də almalıydım. Rəngi birə-bir olsun deyə sapın özünü götürdüm. Risk etmədim. Hardasa 9:30 idi səhv eləmirəmsə mən yola çıxanda 20-25 dəqiqədə gedib Sumqayıta çatmaq olur. Bu marşrutlarla çox rahatdır. Toxuyuram, yenə toxuyuram. Burada fikirləşirəm, düşünürəm. Yola hələ çıxmamışıq hərəkət etmədiyimizə görə. Ümumiyyətlə bütün mağazaları sevirəm. Hər birində fərqli məhsullar olur. İtman mağazasında isə bilirsiniz ki, həftədə 2 dəfə, ikinci və 5-ci günlər eyni zamanda da dərslərim olur. Artıq yola çıxmışıq, sevinirəm. Yenə toxuyuram. Çantamı tamamlamaq üçün və yadıma düşür ki, mən hazır olan hissələrdən birini götürməmişəm. Metri də yanımda yoxdur. Bunun nə qədər toxumalı olduğumu da bilmirəm. Ona görə bunu bir yerdən sonra yarımçıq qoyub keçirəm gül battaniyəmi toxumağa. Ta ki ipim qutarana qədər və orada da yadıma düşür ki, mən bu ipi üçün də davamını götürməmişəm. Yəni ikinci ipə keçməliydim, onu da götürməmişəm. Yenə də heç nə yoxmuş kimi davam edirəm, toxuyuram. 20-25 dəqiqəlik yolda ipim bitənə qədər toxuyacağam. Belə fikirləşmişdim ki, yolda tamamlayım. Bu qədər olmayacaq, əlbəttə ki, böyüdəcəm bunu. Əlimdəki milçə hər zamanki kimi mənim tulip sevgim sorğulanmaz, tulipdir. Bunu naxışdan almışdım, ancaq sədərək naxışda olur. Bu rəng istəsəniz oradan ala bilərsiniz. Çox gözəldir. Həqiqətən çox sevirəm tulipləri. Ta ki ipim qutarana qədər bir də baxdım, gördüm ki, artıq mən Sumqayıta çatmışam toxuya. Arada biraz yolda sizlər üçün çəkdim. Bakı-Sumqayıt yolunun arasında cəmi 5 dəfə bu marşrut yolda saxlayır. Çox da yəni dayanacaqlarda durmuruq. Sumqayıta çatmaq asandır, mən sizə deyim. Ən böyük problem Sumqayıta çatandan sonra o Sumqayıtda bir dayanacaq var. Orada işıqfordan keçməkdir. İndi oranı sizə göstərəcəm.
Tam olaraq söhbət buradan gedir. Bu dayanacaqdan sonra sanki yol bitmir. Yəni baxın, buranı dönsə biz artıq Sumqayıt avtovağzalındayıq. Amma burada ən azı bir 5 dəqiqə hər dəfə gözləyirik. Çox yavaşdır. Yəni Bakıdan Sumqayıta çatdığımı hiss etməsəm də, Nərminə xanım, gecikmə səbəbim buydu. Demişdim, videoda görəsiniz. Bax, bu yol bitmək bilmir. 5 dəqiqəlik bir yol deyil. 1 dəqiqəlik yoldur. Sadəcə dönməlisən, amma 5 dəqiqə 2 dəfə, 3 dəfə işıqforda gözləməli olursan. Sağdakı yolda maşınlar irəliləsə də, burada bir türlü bilmirəm niyə belə olur. Hələ ki maşın sürməyi bilmədiyim üçün qaydaları da o qədər bilmirəm. Bir türlü dönə bilmirik. Yəni baxın, bu dəfə də bu marşrut keçdi qabağımıza. Yəni bu yol nə az nə çox bir 5 dəqiqə uzanacaq. Nəhayət, buradan dönürük və biz avtovağzala çatdıq. Az qalsın burada yıxılırdım. Hələ bilmirəm ki, gün sonuna qədər mən onsuz da yıxılacağım. Burada Sumqayıt gözəli bir pişik, avtovağzal. Artıq çox həyəcanlıyam, sevinirəm. Burada özümü sizə göstərirəm, lookumu. Yəni bunu zarafata dedim. Aman, altına bir şərh etməsəniz də olar. Yolu keçdiniz, çox asandır. Baxın, Sumqayıt avtovağzalını arxanızda qoyub, düz yolu keçirsiniz. Burada adətən həmişə gölməç olur. Sevinirəm ki, indi yoxdur. Yolu keçirəm, gedirəm. Bu dairəni də keçəndən sonra... Yəni günlük vlog çəkməyi bacaran insanları o qədər qısqanıram ki. Çünki mən günlük vlog çəkməyi bacarmıram. Videolarımda sağ olsun Ələmdar bəy bir pozitiv çəkir. Bilirsiniz ki, əksər videoları onlara çəkdirirəm. Ümumiyyətlə video çəkmək işi mənlik deyil də. Yəni iPhone məsələsi deyil. iPhone olsa da bunu bacarmayan insanlardan biriyəm. Burada şöyle moda evinin yanından keçirsiniz. Yəni o dairəni keçəndən sonra şöyle moda evi var. Onu keçirsiniz. Ondan sonra artıq çatmısınız deməkdir. Artıq siz ipmandasınız. Burada balaları salamlayıram. Maşanı salamlayıram. İlgişi balalardır. Bu arada xanımlar, pişiklər sahiblendirilir. Birinci balacanı, əsas mənim favorimi görmədim, narahat oldum. Ağaca dırmaşıb o, rıjı. Sonra keçirəm mağazaya.